Salam uşaqlar, mən Səlim. Deməli, bugün inşallah GTA San Andreas Azərbaycan modunda digər şəhərlər, yəni bağlı şəhərlər və daha çoxunu izləyəcəyik. Bu arada çayımdan yudumlayıram. Oyunumuz başlasın, biz də yavaş-yavaş gedək. Mənim məndə oyun silinmişdi, yəni telefonun yaddaşını boşaldanda oyunu silmişəm. Yəni mən də təzədən yüklədim. Yəni buradan analoq yerinə. Görürsünüz. Dur. Buraya iki seçer. Deməli bugün sizə GTA San Andreas'in çox da adil bir oyunu olmadığını kanıtlayacağım. Yəni bir sözlə sizə göstərəcəm ki, GTA San Andreas çox da yəni masum oyun deyil. GTA San Andreas çox masum oyun deyil. İndi nə oluyor? Ana, deyək uşaqlar gələm. Deməli davam edirik dostlar yolumuza. Deməli bir dənə işim var idi, onu həll elədim, gəldim. Oba, qəşəng. Niva ilə gedəcəm. İndi Niva qalxsa, Niva ilə davam eləyəcəyik. Qalxmasa, başqa bir maşını qaldıracağıq. Çıxmayaq ora. Gedək. İnşallah gelib çata bilirsəm sağ salamat. Hər yerə girəm. Bir dənə stolobaya girmədim. Kraskanı təzə vurdurmuşdum, pohulsun. Allah. Çoxlar bir dəqiqə dayanın. Gəldim dostlar. Devam edirik yolumuza. Buradan niyə çıxırsan ay qardaş? Mercedes gedərdim. Yəni elə birinci dəfədən Mercedes'i yavaş götürüb gələrdim, diyəcəydim ki, girmişdik. Oba. Uf. Bizə bura lazımdır. Bura bilirsiniz mi aradı? Buranın yanı çox adam tanıyır. Bir dəqiqə. Dəqiqə. Bir dənə hile var idi, onu yoxlayacağım. Yəni o hilədir ki, C'ləri sniperlə ateş eləsəniz, ayı bölüb balacalaşdıra bilərsiniz. Vay, buradan sonrasını Mercedes'dən gedeyim, sən Niva'za daşıb eləyər.
Nivanın içinə baxın. Vüqar biləcəri. Vüqar biləcəri mahnısı. Gecələri boşluqdur, gəl sürək rahat. Bir sürüşün qiyməti 3000 manat. Özüvə ayır xeyir, gəl sürək rahat. Mən uşaqlarım da çəkər telefona. Ala. Getdi. Nivan elə buradaca qoyuram. Merso ilə yavaş-yavaş qalxacaq. Nivanı bir dənə götürərik, eləyərik deyə. Nivanın bu tərəfə bir dənə qoyuram. Konumu, çünki birdən Niva lazım olar bizə. Gəlib götürərik Nivanı. Elə çəkib apararıq çəkici ilə. Bəlkə deyirəm bir dəfəli elə çəkici ilə qalxaq. Mantıqlı fikirdir, amma nəsə. Deməli, gedirik qorxulu evə. Bir dənə qorxulu ev görmüşdüm. Bilmirəm, bunu sizə göstərmişdim, göstərməmişdim. Yəni, yadımdan tam olaraq çıxıbdır. Görək, oradadır. Qış, standa gəl qaqaş. 2 saat eləsəm, başaranmaram, normaldır. Qışı, 2 kör zot. Deməli, qalxırıq, yavaş-yavaş yuxarıya. Aha, bu da açdıq məkana. Aha, yadıma gəlir, Allah haqqı. Buradan sağdım, açdım, ay bilə, Mercedes açdım. Ay, güzel. Ay, sağ ol. Xatırladım, buradan ya sağ tərəf idi, ya da sol tərəf idi. Belə daşdıq məkan daha var idi. Yadıma gəlir. V8 bitir bu. Vallaha da billaha da bu tərəflərdə bir yerdə olmalı, deyirəm sizə. Qaqaş, biz hara gəldik, düşdük? Oya, bu meşəliyin içi tərəfinə getməliydim, mən. Daha da çıxdım. Məsələn, gir, axşama qədər də əlləşsək də tapacaq deyəcəkdim ki, elə bildim sən Mobizen gedib. Bura qoyum. Mobizeni bura qoyum, Yavaş. Qışa, qaldır. Görürsünüz, daşları falan. Yadıma gəlir. Mən hər dəfə o evə gələndə tırsıram da. Yəni, elə biləm ki, kimsə mənə arxadan, uzaqdan izləyir da, yəni, GTA San Andreas'da. Yəni, o evə getməkdən biraz tırsıram. Açıq. Arxadan heç kim gəlmir, ha. Gördüm. Səni gördüm. Uşaqlar, bilmirəm indi bunu göstərməmişdim. Həddən artıq çox tırsıram da, yəni. Yavaş. Vay, görürsən maşının içinə minə edeyim mən. Allah. Gəlin görək indi. Qorxmağa görək yoxdur, qaş. Deməli, sizə bu evin açıq-saçıq hekayəsini bir danışım. Deməli, bu ev GTA San Andreas'da ən böyük cinayətlər işlənən evlərdən bir dənəsidir. Gördüyünüz kimi yerdə qan falan var. Yəni, bura bir çox məndən əvvəl bir çox YouTuber gəlmişdi. Yəni, hamı bura gələndə elə bilir ki, kimsə CJ'yi və yaxud da ki, başqa bir karakteri arxadan izləyir. Yəni, elə bir şey var bu evin.
gizəmi var. Yəni bu evin gizəmi hələ tam çözülmədi. Bilmirəm, yəni o evdə deyil. Amma yəni bu evdə cinayətlər baş veribdi. Deməli, GTA San Andreas'da cinayətlər işlənən, yəni ən çox cinayət işlənən evlərdən biridir. Gördüyünüz kimi, yəni yerdə qanı falan gördünüz. İndi gedirik, qaydırıq dala, Nivamızı götürməyə. İnşallah evakuator biləm, bir dənə qəşəng evakuatoru çağıracam, evakuator ilə gedəcəm. Sirenəmlə. Bilməyənlər üçün də evin yəni mən sizə hekayəsini danışdım. Daha ətraflı məlumat bilmirəm, yəni inşallah araşdırıb bu videodan sonra bəlkə araşdırdım və bu evin gizəmini daha ətraflı şəkildə videosunu çəkib sizə göstərdim. Bu arada çox önemli ki, Arena 69 mu, Arena 68 mi nədir? O evə niyə getmir? O yerə niyə getmirsən? Oraya girəndə yəni 5 dənə polis arxamızdan düşür. Yəni istəyir bütün missiyaları yox. Yəni oyunda bir dənə də missiya qalmasın. Hamısını eləsən də Arena 69-da sənin dalından mütləq polis gəlməlidir. Bilmirəm, kompüterdə bir dənə kod var idi. O kodu yazanda deyəsən gəlmirdi, amma bilmirəm. Deməli, kompüterdə yükləyib oynaya bilərəm. MTA və yaxud da ki, normal GTA San Andreas. O videonun da gəlməyini istəyənlər bəyənib abunə olsun. Deyəcəkdim ki, mən bura necə düşdüm. Nivamız elə qabaqdadır, az qalıbdır, çatır o şey. Все, kuş öldü. Şunu öldü diyecektim ki, Niva hanı? Qaqaş, Niva hanı? Sürüşdü getdi. Sürüşüb getməmişdi axı bayaq. Yuxarı tərəflərə baxım bir dənə. Niyə hara itdi görəsən? Özdə qabaq çəkərdi deyə onun axsını ağladır da. BMW-də götürə bilərdim X7-dən, X6-dan. Prosta BMW biraz çətinlik tapmaq. Niyə mən hara qoymuşdum çayqaş? Məsələn, mən bunu yavaş-yavaş aparım. Bir dənə də çəkici sürmək istəyirəm. Deməli, nə edəcəyik çəkici sürəndə? Bu maşını atacaq çəkicinin altına, arxasına. Bu değil, bu hiç değil. Bu değil, bu değil, o. Bu değil, bu değil, o. Bu değil, bu değil, ha bu. Bakın. Sağ ol bro, sağ ol. Ne oldu ya orada öyle? Bakaş, bu maşını mən nə tərəbanın dalına mindirəcəm indi. Mən bu fermi kim apardı? Bu feranı. Bu fer yerində. Bu fer yerində. Mən bunu dalına nətər mindirəcəm. Bu çəkici deyilmiş uşaqlar. Baxdım, bu çəkici deyilmiş. Ben çəkici götürürüm bir dənə.
Karakter burada qaldı sana. Şimdi seçdi mən seçeceğimin ağzına. Oo, məsələn, Dogu qoyaq. Dogu. Qaş, bu BMW-ni sən mənə ver. BMW mənimdir. Hani onu istədiyim. Sənin idi. Oldu mənim. Təşəkkür edirəm, sağ ol. Deməli, 3-4 dənə maşınla gedirik. Bir dənə bu evakuatör hara qoyublar. Bəli, yekə evakuatördur. Dalından yəni maşın düşür. Arada belə də dalından maşın düşür. TT aparmaqdansa hamısını elə bir aparalım. Zor bir xod gedirdin, bir yaxdan xod gedirdin. Nuri sana nuri, söylə nuri. Xod gedirdin. Bu maşında hara qoyublar uşaqlar, tapmaq qəliz məsələdə. Tapsınsa yəni oturdu o elə. Heh, tapdım. Tapdıq, axır ki tapdıq. Dur cavab kresoda buranın üstünə. Yaxşı. Qaldıraq uşaqlar maşını. Vay, görəsən düz üstünə qaldırım, yoxsa altına qoyum. Altı yaxşı deyil məncə. Bir dəqiqə gözləyin. Tuşuna çəkdik, düşdük. Bu BMW-ni də aparıb düzəltdirdik. Bu nə gözəlliyində doyuş. Bura BMW-mizi qoyduq. Mercedes'imizi hara qoyacağıq? Çətindir. Mercedes. Oya, məncə bunu yuxarı qoyaq, Mercedes'i alta qoyaq. Qaşlar, bir dəqiqə gözləyim, bu maşına əli deyən. 2 dənə maşını aparırıq deməli. Üst tərəfə BMW-ni qoyum, altına Mercedes qoyum. Çünki yəni Mercedes'i qoymağa görə aşağı endirəndə BMW əziləcək. Ayrı BMW-ni üstə qoyub, Mercedes'də qaldırıb altı qoyacaq. Son. İndi qaldıracaq bunu. Sənin palajeniyan üçün döylə ya. Məsələn, düşək, BMW-miz yuxarıda, Mercedes də aşağı qoyurum. O! Qaqaş sən öldün, ağar. Sağ ol, brat. Vay, nağardın. Bunu mən
qolunu qaldırmışam yoxsa? O BMW getdi sən, BMW getdi. Ay reis. Bastayına. Neyse BMW'ni götür. Ara karışmışsan BMW'ni götür gaz. BMW'ni götür gaz. Allah bana götürme. Allah onu da yok. BMW'ni. Uçtu. Все, kuş öldü. Kuşun öldü gitti. Motor kaynatmayı ver. Yok. Bas gör. Ver. Ya da reis gel gör satabilirsen mi? Reis ne yapıyor onun için de öyle BMW'ye satsın. Ya da reis. Yüze çıkarsana. Niye çıkmır abi? Ziyes. Bırak alır. Oy yaxşısı mən bunu verim ala. Ver. Mod gedirdin, zor perixod gedirdin. Benim vaxtım xod gedirdin. Ne oldu sana, ne oldu? Söyle ne oldu? Deməli girmişəm bugün dost. Deməli dostlar, bir gün girmişəm mutaya kompüterlə. Görürəm deməli bir dənə evakuator, bir dənə də polis maşını. Deməli polisin 07-ni saxlayıbdı. Polisin 07-ni saxlayıb. Sonra 07-nin yəsi dayısına mı nə deyim? Dayıya zəng eləyib. Bu dayı da gəlib söhbət eləyib, nə olub, nə qutarıb? Evakuator gəlib 07 ilə dayı maşını götürmək yerinə YPX-ni götürüb aparıb. Sonra onu da TikTok'ta görmüştüm da. Deyirdi ki, zor perixod gedirdin, benim vaxtı xod gedirdin. Nə oldu sənə, nə oldu? Bana belədir, altına da yazıb ki, həmişə sən aparırdın, indi səni aparırlar. Yani satmadı. Olu. Geçat, arkamda kalarsan abi. Hop. Fake attı ya. Dostlar, deməli 2 saata 1 saata yaxın video söyləmək istəyirəm, çəkmək istəyirəm. Yəni bu reislər dalımdan şeyliyim dənə. Hoppa. Sen o reisler durasını telirik. Gel. İşte kuşun öldü kaç. Bunun ol çok kaçırıyor. Gel. Ucu da reisle mən fake atmaq istədik. Gəlin modifikasyona. Allah ne modifikasyonu la kaç. Modifiye vaxtı de kaç. Dedim ya təkər dəyişərdim nəsə. Arxası çox qaçır. Mən arxası çox qaçır. %93'ten ağır qalxmır ya. Bir dənə mən bu oyunda yüzü görən maşın tapmadım da. Gördüm evdə samalyotlar, helikopterlər. $99 HS 999 keçdi məni. Keçərsən gələ. $14 direndi keçənmədi. $14 direndi keçənmədi. Oyundan atdı. Nəsə dost olur. Oyundan atmayıb sən öl.
Neyse devam ki. Oyundan az şey deməli zibili çıxmışdı da oje. Oy protif girmişəm. Nətər çıxacam mən bu protifdən? Bir dənə buradan girişə bax. Gəl da reis, gəl sat. Gəl. Reis cır motosikletdən nə maşın sıçdıq. Ateşe düştüm evlerden uzak. Yaxşı mən gedeyim. Bu oyunu save eləyim. Yoxsa BMW zat hər şeyinə qalmayacaqdır. Fake attım səni öyle. Deməli hardayıq biz? CJ yazılan yer hanı? Bizim məhəlləri sür. Bas qazı, çatdılar bas. Oya bizim ara məhəlləyə məndən başqa iş bilmirəm da brat. Gecə sikşəlini valnik. Buradan bütün reislər girib dayanır. Bura bizdən başqa adam malaq kimi girən yoxdur. Ağa sandan bana çəkil ayın, hara gəlsən? Mənim üstümə gəlir ha. Gəl çat, gəl. Gəl, gözləyirəm da sən gəl. Nə oldu, gələnmirsiniz? Çatanmırsınız? Biz görə ya buradan oraya. Bu tərəfləri, yəni bu CJ məhəlləsi tərəfləri məndən başqa bu qədər tanıyan yoxdur da yəni. Yəni bircə mən biləm da ki, yəni buradan reislər hardan itirmək olar, hardan fake atmaq olar. Hara belə düz yoldu, hara deyil, gördüyünüz kimi. Fake ata sürməlisən. 71 falan. Hoppa. Görürsünüzmü? Bu oyunda adam balası kimi normal getmək istəyirsinizsə, sizin yəni oynayış qabiliyyətiniz olmalıdır. Bir də ki, ara ata bilməyiniz lazımdır. Gördüyünüz kimi, bir polisin birini şey elədik. Başımızdan çəkdik. İndi o biriləri gələcək. O birilərini də fake eləyərik, problem yoxdur. Bura protifdir. Yəni burada düz yoldur. Arabik drift eləyə uçuruq dostlar. 29 dəqiqəlik video. Özdə nə idi? GTA San Andreas. Bura hara? Nə? Bırak mən haradayam? Bir dəqiqə. Burada şey yox idi ki. Sana zınaq zad yoxdur. Sür getdik. Siz də mən gəldiyim yollarla yəni polisləri oha getdik. Gəh bilə. Deməli bir dənə kompüter versiyasında belə şeylər var, cam var. Bilmirəm yəni kompüterdə də birinci normal canlı sonra artır belə bilmirəm. Kompüterdə GTA San Andreas oynamamışam. Onu da söyləyəm. Getdi. Uçuruq.
Gedirik uşaqlar, gedirik. Burada sevgilimizin evini gördük. Sevgilisinin evini gördük. Uçtuq. Bir dənə ara atırıq. Oy, bul. Gedək. O. Gir buradan. Uf, protifeymiş. Neyse dostlar, videomuz buraya kadar idi. Sağ olun, sağ olun.